Gülləri, çiçəkləri də göyləri silədiyim ağaçlar qaldı. Yağışı gözləyək. Belə günlük məhəllə işim qurtardı. Gedirəm hazırlaşam, şəhərə getməliyəm. Saat 7-də yenə də valideynlər görüşü var məktəbdə. Balacalar yatırım, onların qıxmanı gözləyirəm, qaçmır. Ona kimi mən makyajımı edim, hazırlaşım, biraz sərgi salım. Artıq hazıram, uşaqlar hələ də yatılır. Ay, qapı gəldi. Külək var çöldə, çıxdım ki, havaya baxım. Hava çölüfdür, külək başlayıb. Belə görək. Gedə-gedə yağış yağmasa yaxşıdır. Uşaqların yeni kalyaskasının üstünün cığalası var. Mən də gələ söndük götürəm. Eyhana birdən yağar yağış. Yine uşaqlarla belə hazırlaşdıq. Qalxdılar. İsa yenə də kalyaskaya oturan kimi yuxusu gəlir. Deyir dayanma, sür, ağlayır. Belə şəhərə doğru. Anişanın ətəkdədir. Biz keçən səfər məşq elədiyimiz zonanı. Son zəngi hazırlayacaqlar, bəzəyəcəklər. Biz də saat 7-də valideynlərlə görüşdükdən sonra biz də küməyə gedək uşaqlarla. Bulutların gözəlliyinə baxın. Necə də gözəldir. Arada yandı bu tərəfdən sürmək. Bizə ağır gəlir. Yetmir kalyaska sürədim. Gəl. Ha, gəl, mama sərtədə. Я? Да. Хорошо, давай мне. Сюда. А я хотела, чтобы ты была за коляской. Sürə bilmədi, bacarmadı, ağırdı. Çünki ikisi bir yerdə oturur. Ağırsızdır. Artıq Moyucun evinin yanına çatıram. Yaxşı tez gəldim. Hava yenə də dəyişdi. Deyəsən yağış gözlənilir. Bu arada Füzəqan Sədiyev demək istəyirəm ki, kommentdə yenə də bir ağılı yazıb ki, mənim həyatım heç kəsə maraqlı deyil. Buna görə az özünü reklam elə. Ay şəxs, mənim həyatım maraqlı deyilsə da. Bu insana buradan demək istəyirəm ki, birincisi mən hər yerdə qeyd edirəm ki, mənim bloqum sırf qadınlar üçündür, kişilərin yeri deyil. Yəni baxırsınızsa da bu öz işinizdir. Öz fikirlərinizi özünüzə saxlayın. Mən heç bir pul üçün bunu etmirəm. Bu bir. İkincisi də ki, hansı puldan danışırsınız? Yəni mən blog çəkdim, YouTube pul mu ödəyəcəkdir? Hansı puldan danışırsınız? Mən orada heç bir qəpik pul da qazanmaq düşünmürəm. Yəni bu nə qədər düşüncəli belə bir insanlar var. Söz də çatdıra bilmirəm ki, sözümü düz deyim. Sözümü topdalayam, düz deyim, düz ifadə edəm. Yəni hansı puldan söz gedir bilmirəm, başım çıxmır. Bugünə qədər Allaha şükür yoldaşım da mən də halallıqla pulumuzu qazanmışıq, harama əl atmamışıq. Nə də ki atmarıq son günümüzə qədər. Belə də davam edəcək. Здравствуйте. Bunları danışanın çoxsu əksəriyyatı özlərindən bilib danışırlar. Özləri hər yola əl atanlar danışırlar. Yəni biraz insanlığımız olsun. Bilib bilmədən az danışın artıq. Mən buradan pul qazandım, qazanmadım, sənə nə? Haramlıqla qazanmıram. Məsəl üçün qazansam belə də, birincisi qazanmıram, qazansam belə, sənə nə? Sənin cibindən pul götürüb mənim cibimə qoymuram.